1542 Çağrı Mərkəzi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzidir. 7/24 fəaliyyət göstərən Çağrı Mərkəzidir. Bizim 4 istiqamət üzrə xəttlərimiz var. Birinci xətt İcbari Tibbi Sığorta təminatı ilə bağlı, göndərişlərin verilmə qaydaları ilə bağlı xəttimiz var. Üçüncü xəttimiz müqaviləli tibbi müəssisələr və müraciətlərdir. Dördüncü xəttimiz koronavirus ilə bağlı xəttimizdir və 0 xətti operator xəttidir. 0 xətti 7/24 fəaliyyət göstərir. Qalan xəttlərimiz isə səhər saat 9-dan axşam saat 6-ya qədər fəaliyyət göstərirlər. 1542 Çağrı Mərkəzinə gündəlik hardasa 850-950 ortalama zəngi olur. Keçən ilin statistikasına baxanda ümumi zənglərin sayı 370 mini keçmişdir. Gün ərzində ortalama olaraq 65-70 zənglərə cavab veririk və bu müddət ərzində də müəyyən hansı ki müraciətlər varsa, həmin müraciətlər təbii ki söhbət əsaslı müraciətlərdən gedir. Məsəl üçün bəzən olur vətəndaşlar müraciət edir, amma onların müraciəti digər qurumlara bağlı olan məsələlər olur. Amma təbii ki onları da müəyyən mənada yönləndirmələr edirik. Amma digər məsələlərdə isə o artıq vətəndaşların müraciət sayına baxır, çətinliklərinə baxır. Məsəl üçün deyim göndərişlərlə bağlı bir məsələdir. Xəstəxana səhvi var və ya başqa hər hansı məsələlər var. Onunla bağlı müraciətləri qeydə alırıq. Təxmini olaraq gün ərzində 20-25 müraciət, ümumi olaraq 65-70 zəngə cavab verirəmsə şəxsi olaraq və 25 dən müraciət qeydə alıramsa, təxmini olaraq o araşdırma əməkdaşlarına yönləndirildiyi təqdirdə tam olaraq həllini tapır. Bəli, bugün səhər saatlarında göndəriş sistemi işlənilibsə, göndəriş verilən saatdan 24 saat ərzində müraciətinizin nəticəsi olmalıdır. Zəhmət olmasa gözləyin, nəticə olduğu halda sizin telefonunuza SMS gələcək, göndəriş kodu gələcək. Həmin kodla siz artıq agentliyin müqavilə bağladığı özəl tibbi müəssisələrə seçim edərək, həmin kodu onlara təqdim edərək yaxınlaşıb xidmət ala bilərsiniz. Çağrı mərkəzi olaraq biz həssas əhali qruplarına xüsusi belə deyim, güzəşt göstəririk. Nəyə görə? Çünki bəzən bizim qaydamız belədir ki, mülkdə göndərişlərin verilmə qaydasına uyğun vətəndaşlar xidmət almalıdır və göndəriş təbib tabeliyi, eyni zamanda Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibbi müəssisələrindən yaxınlaşaraq təqdim olunmalıdır və göndəriş kodu gəldikdən sonra vətəndaş özəl müəssisədə xidmət ala bilər. Həssas əhali qrupları üçün isə xüsusi olaraq belə bir güzəşt edirik ki, vətəndaşlar birbaşa həmin özəl müəssisəyə yaxınlaşır. Biz mail vasitəsilə yönləndiririk ki, həmin özəl müəssisəyə məlumatları, artıq vətəndaşın məlumatları orada olur və həssas əhali qrupu olan şəxslər isə birbaşa şəxsiyyət vəsiqəsi ilə həmin müəssisəyə yaxınlaşaraq xidmət ala bilir. Bu kimi özəllikləri göstərir. Nigar Vəliyeva, Çağrı Mərkəzinin mütəxəssisi. Günə demək olar 100-ə yaxın çağrı zəng qəbul edirsiniz. Bu çağrı zənglər içərisində yaşadığınız ən maraqlı hadisə nə olub? Bəli, belə hallar yaşanır. Son müraciətim olmuşdu. Vətəndaşın həyat yoldaşı parkinq dərman təminatının alınması üçün müraciət etmişdi və evə gec gəlmişdi. Bizə zəng edərək həyat yoldaşının tapılması üçün köməklik edilməsini xahiş etmişdim. Bugün misal üçün olmuşdu ki, bir vətəndaş əlaqə saxlayır, bildirir ki, indi rayonunu bildirmirəm, bildirir ki, dünən yoldaşım yaxınlaşmışdı, ona sistem qoşulub. Mənə maraqlıdır ki, saat neçədə yoldaşım yaxınlaşıb sistem qoşdurmuşdu. Siz qaynar xətsiz, yəni bu məlumatlar sizdə olar ki, saat neçədə yaxınlaşıb, mən o məlumatı bilmək istəyirəm. Yəni bugün başımıza gələn bir adi bir sual olub.